Axşamınız xeyir dostlar. Bu dəfə də çox maraqlı bir nağılla görüşünüzə gəlmişəm. Bu axşamki nağılımız Norveçlərin Cəhənnəmlik Hakim adlı nağıl olacaq. Çox qədimdə acgöz bir hakim vardı. Bilirsiniz, keçmişdə hakimlər məhkəmə işlərinə tək başına qərar verirdilər. Bu hakim yoxsul insanların həyatını qara günə çevirən bir bəla idi. Ona kim müraciət etsə, hansısa qərar verməzdən əvvəl şikayətçilərin var dövləti olub-olmadığını araşdırır, varlılardan rüşvət alaraq təbii ki, məhkəməni rüşvət aldığı tərəfin xeyrinə həll edirdi. Məhkəməyə müraciət edənlər kasıb olanda onları öz işlərində istifadə edir, ora-bura göndərib iş gördürür, yəni mütləq özü üçün bir fayda əldə edirdi. Gördüyünüz kimi bu adam çox ədalətsiz hakim idi. Xalq onu heç sevməzdi. Adamlar hakimi görəndə qorxudan qarşısında əyilir, salam verir, hörmət göstərir, amma hakim uzaqlaşan kimi deyərdilər: "Bu adamın yeri cəhənnəmdir. Şeytanla ortaq hakim." O qədər belə edirdilər ki, günlərin birində şeytan dözə bilmədi. "Qoy gedim, bu hakimi bir görüm," deyə yer üzünə indi. Hakimin əməllərini gördükdən sonra onu özü ilə aparmağa qərar verdi. "Hə, hakim bəy, gəl, səni özümlə cəhənnəmə aparıram." Amma hakimin dünya nemətlərindən, sərvətindən ayrılmağa heç niyyəti yox idi. Şeytanla sövdələşməyə başladı. Sonunda razılaşdılar və şeytan hakimə möhlət verdi. Əgər həmin müddət ərzində kənddə kimsə başqa birinə ürəkdən cəhənnəmə get desəydi, onda şeytan hakimdən əl çəkib həmin adamı cəhənnəmə aparacaqdı. Beləcə şeytanla hakim birlikdə kəndi gəzməyə başladılar. Tozlu torpaqlı yolla gedəndə birdən kimsə qəzəblə qışqırdı. "Ay səni görüb cəhənnəmə gedəsən, yenə hara itdin?" "Aha!" Hakim sevindi. "Bax indi mənim yerimə onu apar." "Olmaz dostum." Şeytan onunla razılaşmadı. "Qadın qoyununu axtaranda hirsindən belə dedi. Yoxsa qoyununu həqiqətən cəhənnəmə aparsam, kədərlənər." Bir müddət getdikdən sonra uşağını danlayan başqa qadının hirsli səsini eşitdilər. "Cəhənnəm ol! Sənə neçə dəfə demişəm? Topu bu çiçəklərə atma." "Budur." Hakim yenə sevindi. "Bax o uşağı apar." "Yox, yox. Ona bunu söz gəlişi dedi. Bunu heç vaxt ürəkdən istəməz." Həmin vaxt bir kəndli uzaqdan bu qəribə adamla dolaşan hakimi görmüşdü. Yanındakına dedi: "Bu xain hakim elə gəzir ki, sanki yer üzünün sahibidir. Səndən, məndən də sağlamdır. Cəhənnəm olsun. Bu hakim şeytandan betərdir. Cəhənnəmə də getsə, oradan diri çıxar." Şeytan sevindi. "Bax bu əsl qarğışdır. Artıq gedə bilərik," dedi və hakimi də özü ilə apardı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.